Dostlar salam, hər birinizi xoş gördük. Bugün sizlə bugünkü OTK imtahanı, yəni 25 yanvardakı OTK imtahanının ingilis dili üzrə 11-ci siniflər üçün olan testlərinə baxacağıq. İlk sualımız 56-cı sual. Burada mövzu passive voice, yəni məchul növ mövzusu haqqındadır. Və məchul növdə mənim şagirdlərə tövsiyəm testi ən sürətli şəkildə həll eləməyin yolu cümlənin xəbərinə baxmaq. Burada diqqət edirsə are repairing verilib və bu indiki davam edici zamandır. Və davam edici zamanlarda bizim məchul növün qaydası indiki davam edici zaman olduğu üçün deməli am, is, are üstə gəl. Burada bir açar being sözü var. Ən önəmli diqqət eləməli olduğunuz məsələ budur. Davam edici zamanlarda mütləq being anlayışı işlənməlidir və üstə gəldə feilin verb 3 formasından istifadə edilməlidir. Diqqət edirsinizsə B variantında has been var, bu yanlışdır. C variantında burada was var, bu da yanlışdır və D variantında isə was being verilib. Bizə yuxarıda da gördüyünüz kimi am, is, are, being quruluşu lazımdır. A variantında isə is var, amma isdən sonra being yoxdur. Ona görə bu variantı da silirik və Y variantı bizim burada düzgün cavabımız olur. 57-ci suala baxırıq. Burada diqqət edirsinizsə nöqtələr verilən hissə feildən sonradır. Ümumiyyətlə sifət zərf mövzusunda şərt belədir ki, əgər nöqtələrdən sonra isim varsa biz sifətlərdən, isim yoxdursa zərflərdən istifadə edirik. Və burada həm isim yoxdur, həm nöqtələr conduct feilindən sonra işlənib, yəni bizə zərf lazımdır. Və ortada da and bağlayıcısının olduğunu nəzərə alsaq, hər iki tərəfə zərf yazılmalıdır. Və hər iki tərəfi də zərf olan sadəcə A variantı var əlimizdə. 58-ci suala baxırıq. 58-ci sualda birinci tərəfdən nöqtələrdən sonra burada person sözü işlənibdir. Bu tək isimdir. Və tək isimlərin qabağını biz artikl olaraq boş qoymuruq. Ona görə A variantı ilə D variantını silirik. Daha sonra person sözü samit səslə başladığına görə onun qabağında ən artiklı da işlənməyəcək. Ona görə Y variantını da silirik. B və C variantları qalır. İkinci tərəfdə isə nöqtələrdən sonra cold mornings gəlib. Gördüyünüz kimi morning sözü burada cəmdədir. Və cəm isminin də qabağında EN artikelləri işlənmir. Ona görə C variantını da silirik və doğru cavabımız B variantı olur. 9-cu sual mübtəda xəbər uzlaşması sualıdır. Burada ilk nümunəmiz gördüyünüz kimi a number of nümunəsidir və a number of-lu nümunələrin xəbəri hər zaman cəmdə olmalıdır. Və burada da xəbərimiz gördüyünüz kimi feillidir və cəmdədir. Feillərin sonunda SS olanda biz onu tək kimi qəbul edirik və birinci cavab düzgün cavabdır. 2-də isə dostlar the number of nümunəsi verilir. The number of-un xəbəri isə mütləq şəkildə təkdə olmalıdır. Amma burada xəbər diqqət edirsə are-dır, cəmdədir. Ona görə bu variant yanlışdır. Üçüncü nümunə ilə dördüncü nümunə isə bir qədər fərqli başlıqlardır. Üçüncü nümunədə bir sözönüllü birləşmə var. 2 cups of coffee. Of olan birləşmələrdə biz ofdan öncəyə baxırıq və burada cups cəmdədir, v də cəmdədir, 3 də düzgün cavabdır. Və dördüncü nümunədə isə some problems, gördüyünüz kimi problems sözü cəmdədir, has isə təkdədir və yanlış cavabdır. Doğru cavabımız burada 1-3 B variantı olur. Daha sonra 60-cı suala baxırıq. The scientist carried out the entire experiment. Burada mübtədamız scientist sözüdür və scientist sözünü biz həm kişi cinsi kimi, həm qadın cinsi kimi, scientist alim deməkdir. Kişi kimi də, qadın kimi də anlaya bilərik bu sözü və ona görə də burada doğru cavabımız həm himself, həm də herself variantları olacaq. 1-4 C variantı bu sualda doğru cavabımız. Növbəti sualımız 61-ci sualdır. Bu zaman testidir. Və diqqət edirsə dostlar, bu testdə nə uzlaşma, nə zaman zərfi deyə bir ipucumuz yoxdur. Sadəcə 3 fərqli yerdə nöqtələr qoyulub və ortada da bir dənə and bağlayıcısı var və bu bizdən bayaqki bir növ testə bənzəyən bir testdir ki, and bağlayıcı tərəflərini eyni tələb edən bir bağlayıcıdır. Yəni burada 3 tərəfi də eyni olan bir cavab axtarırıq və bizə uyğun cavab kimi burada C variantı qalır. He came home early, evə erkən gəldi. Rested from 5 till 6, 5-dən 6-ya qədər istirahət elədi. And then worked the whole evening. Və bütün axşam işlədi. Gəldi, istirahət elədi və işlədi. Ard-arda eyni zamanlı hərəkət olacaq.
62-ci sualda bizdən uncountable noun istəyir, yəni sayılmayan isimləri istəyir. A variantında knife sözü bıçaq sayılan isimdir. B variantında cousin sözü yanlışdır, bu da sayılan isimdir. C variantında dear sözü var, bu tək və cəm forması eyni olan ismimiz idi. Yəni təki və cəmi varsa bir ismin deməli artıq sayılandı. Və Y variantında da job sözü bizim üçün biraz çaşdırıcı sözlərdən biridir, amma job sayılan isimdir. Ümumiyyətlə job, impression, idea, problem, hour bu tip sözlər sayılmayan isimlərə bənzəsələr də sayılan isimlərdir və doğru cavabımız burada D variantı olur ki, buradakı bütün sözlər sayılmayan isimlərdir. 63-cü sualda bizdən possessive case, yəni ismin yiyəlik halını istəyir. A variantında apostrof S-dən sonra fail gəlib, yanlışdır. B variantında apostrof S-dən sonra got gəlib, bu da avtomatik yiyəlik hal olmur. D variantında child sözünə S artırılıb, kökündən dəyişərək cəmlənən isimlər heç vaxt S qəbul eləmir. Və Y variantında da who apostrof S nümunəsi yiyəlik hal deyil. C variantında dostlar, let apostrof S nümunəsini biz yiyəlik hal kimi götürmürük. Bax, bu isə yiyəlik hal deyil. Amma sondakı Atze Bakers hissəsi hər zaman yiyəlik hal olan nümunələrimizdən biri idi. Və doğru cavabımız olur burada C variantı. 64-cü suala baxırıq. Bu bir definition sualıdır. Yəni sizə dırnağın içərisində verilən izaha görə uyğun gələn sözü tapmalısınız. To suggest an idea for people to think about. Yəni insanlara bir təklif, ideya vermək və nəyinsə haqqında fikirləşmək üçün. Burada doğru cavab propose sözüdür, təklif eləmək mənasındadır. Restore bərpa eləmək, düzəltmək, apologize üzr istəmək, provide təmin eləmək, təchiz eləmək, refuse isə rədd eləməkdir. Və bunlar yanlış cavablardır. Doğru cavab C variantındakı propose sözüdür ki, təklif etmək mənasında və suggest-lə bir növ sinonimdir. 65-ci suala gəlirik. 65-ci sualda biz else sözündən istifadə ilə başlasaq daha sürətli şəkildə testi həll eləyə bilərik ki, else-in belə bir qaydası var idi ki, else sözündən sonra isim işlənmir. Diqqət ediriksə, həm ikinci tərəfdə money sözü, həm üçüncü tərəfdə suitcase sözü isimdir. Və ona görə biz nə ikinci tərəfdə, nə üçüncü tərəfdə else işlətməməliyik və avtomatik B variantındakı və C variantındakı bu else nümunələrini ixtisar eləyirik. Daha sonra ikinci tərəfdə money sözü sayılmayan isimdir və D variantında FU əvəzliyi işlənib. FU cəm isimlərlə işlənən bir əvəzlikdir və bu da yanlışdır. Əlimizdə A və Y variantları qalır və diqqət edirsə A və Y variantlarının birinci və ikinci tərəfləri eynidir. Üçüncü tərəfdə də suitcase sözü cəm isimdir. Ona görə A variantındakı a little variantını da silirik. A little-dan sonra sayılmayan isimlər işlənir və doğru cavab 65-ci sualda da Y variantı olur. Davam edirik 66-cı sualına. Bu bir modal fail testidir və biz modal faillərdə bir qaydanı xatırlamalıydıq ki, burada əgər but nümunəsi işlənibsə, biz but'ın sol tərəfinə hansı modal feili yazırıqsa, sağ tərəfinə də həmin modal feili əks variantda yazırıq. Yəni solda can olursa, sağda can't olur. Solda shouldn't olursa, sağda should olur. Yəni eyni modal feili əks formada yazırıq. Sadəcə burada diqqət eləməli olduğumuz bir məsələ var ki, bizim have to, has to və had to modal feillərində biz have, has, had-dən yox, must, do, does, did-dən istifadə eləməli olurduq. Bax, bunu da qeyd edirəm. Have to-nun yerinə do-dan istifadə olunur, has to-nun yerinə does-dan istifadə olunur, had to-nun yerinə isə did-dən istifadə olunur. A variantında diqqət edirsinizsə, but-dan əvvəl should verilib, amma but-dan sonra have verilib və bu yanlışdır. B variantında ought-un to-su yoxdur ki, olsaydı da yanlış olacaqdı, çünki solda ought, sağda didn't olmazdı. C variantında da had modal feilinin to-su yoxdur və olsaydı yenə yanlış olacaqdı, çünki had-lə don't yox, had-lə didn't olmalıydı, bu da yanlışdır. Və Y variantında da must-la to işlənib, must-la to işlənməz. Əgər must to olmasaydı, bu variantı düzgün götürmək olardı. Doğru cavabımız D variantıdır. They had to wait. Gördüyünüz kimi burada had to təsdiqdə işlənib. But-dan sonra isə inkar formada didn't vermişik ki, sağ tərəfdə bunun izahını da görürsünüz ki, have to, has to, had to modal feil olaraq özlərindən istifadə edilməyən
modal feillərdir. Ona görə 66-cı sualda cavabımız D variantı olur. 67-ci sual yenə zaman testidir və burada şagirdlərin elədiyi əksərən ən böyük səhv ilk tərəfdə by nümunəsini görən kimi past perfectdir, yəni hədlə olan cavab yazılır və əksər şagirdlər burada səhvən C variantını seçirlər 67-ci sualda. Amma doğru cavab 67-ci sualda dostlar A variantıdır. Got past simple, had cooked past perfect olaraq, yəni yerləşmə bu şəkildə olur ki, by olan tərəfə biz past simple yazırıq, digər tərəfə past perfect yazırıq və bunun səbəbi də past simple-ın past perfect-dən sonra baş vermək məsələsidir ki, birinci past perfect baş verir, sonra past simple baş verir nəticə olaraq. Və burada da tərcüməyə də diqqət eləsəz, by the time Helen got home, Helen evə çatana qədər, mother had cooked the dinner, ana yeməyi bişirmişdi. Yəni burada ana birinci yeməyi bişirib, sonra Helen evə gəlibdir. Ona görə də ananın yeməyi bişirməyini birinci olan hərəkəti past perfect-lə, yəni had cooked-la, sonra olan hərəkəti isə past simple-la, yəni got-la veririk və cavab olur A variantı. 68-ci sualda bizim 2 dənə ipucumuz var. Burada həm Z artiklı var, həm də of all nümunəsi var ki, hər iki nümunə bizdən sifətin üstünlük dərəcəsini tələb eləyir və üstünlük dərəcəsi də C variantındakı most interesting variantıdır. Davam edirik 69-cu sualla. 69-cu sual yenə mübtəda xəbər uzlaşması testidir və ilk nümunədə diqqət edirsinizsə yenə on var, yəni sözünü var. Sözönlü nümunələrdə biz sözöndən əvvəlki sözə baxırıq, yəni research sözünə baxırıq. Tək isimdir, have isə burada cəm xəbərdir və yanlışdır. B variantında police cəm isimdir, have də cəm xəbərdir və elə bu B variantı bizim doğru cavabımızdır. C variantında yenə sözönlü var, diqqət edirsə burada in. Sözönlü nümunədə sözöndən əvvələ baxırıq, burada theatres sözü cəmdədir, xəbər is isə təkdədir və bu da yanlış cavabdır. D variantında yenə in var, sözönü var və indən əvvəl equipment sözü gəlib, təkdədir, xəbər are cəmdədir və bu da yanlış cavabdır. Və Y variantında isə yenə of var, ofdan öncə each var və əvəzliklərin ofla işlənmə qaydasında da each hər zaman tək xəbərlə işlənən nümunələrimizdən biridir. Burada isə xəbər are cəmdədir və bu da yanlış cavabdır. 70-ci suala baxırıq. 70-ci sualda diqqət edirsən nöqtələrdən sonra of gəlib və ardıca da brings tək xəbər işlənib ki, qeyd eləyək ki, feillərin sonunda s, es olanda onlar cəm xəbər hesab olunur və ilk olaraq C-ni silirik, everydən sonra of işlənmir. B-ni də silirik, no-dan da sonra of işlənmir. D və Y variantlarında isə all və both ofla işlənir, lakin onların xəbəri brings yox, bring ola bilərdi. Çünki bu əvəzliklər cəm xəbərlə işlənən nümunələrdir. Ona görə D və Y variantındakı all və both variantlarını da silirik və cavab A variantı olur burada. Və sonuncu, dostlar, gəldik qrammatik suallarımızın sonuncusu 71-ci suala. Burada doğru cavab C variantıdır. Diqqət edirsinizsə, literature sözü ilə başlayırıq. Literature allows, yəni ədəbiyyat bizə imkan verir ki, readers, daha doğrusu oxuculara imkan verir ki, to learn the lessons, dərslər öyrənsinlər, yəni dərsləri alsınlar bir növ. From other people's mistakes, başqa insanların səhvlərindən. Ədəbiyyat bizə, oxuculara, yəni başqa insanların səhvlərindən dərs çıxarmağa kömək edir. Yəni cümlənin ardıcıllığı mənası da bu formadadır və doğru cavab 71-ci sualda C variantıdır. Digər cümlələr biraz yanlış ardıcıllıqda olan cümlələrdir. Bir qədər burada Y variantı son hissələrə qədər çaşdıra bilər şagirdlər, amma orada da məna da uyğun gəlmir və sonda söz sıralaması da yanlış olur. Növbəti izahımız olacaq artıq mətn, reading hissəsi ilə bağlı. Mətndə biz Halimə Adın adlı bir qadından danışırıq və bu qadının cəsarətli bir çıxışı, hicab geyinərək modellik etməsi və qazandığı uğurlar. Yəni qısa izah budur. Mətni yenidən sizin üçün oxuyub burada vaxtınızı almaq istəmirəm və elə birbaşa sualların izahına keçəcəm. 72-ci sualda doğru cavab D variantıdır. Burada how a young girl broke barriers and inspired others. Yəni gənc bir qız necə maneələri qıra və başqalarını
ruhlandıra, həvəsləndirə bilər ki, bu gənc qız dediyimiz məhz Halimə Adeni nəzərdə tuturuq. Digər variantlar biraz əlaqəsiz cavablardır. Məsələn, A variantında gözəllik yarışmalarında modellərin üzləşdiyi problemlər, B variantında Kenyada Halimə Adenin üzləşdiyi çətinliklər, biz onun Kenya fəaliyyətini demək olar görmürük. Mətndə əsas USA, yəni Amerikadakı fəaliyyətini görürük. C variantında The History of Beauty Competitions in the USA, Amerikadakı gözəllik yarışmalarının tarixi və Y variantında da Halimə Adenin belə qətiyyət çatışmazlığı deyək. Yəni tam tərsinə çox qətiyyətli idi və yəni çatışmazlığı yox idi. Doğru cavab olur 72-ci sualda D variantı. 73-cü suala gəlirik. 73-cü sualın A variantında Halimə Aden was the oldest participant. Belə bir ümumiyyətlə onun ən yaşlı olması ilə bağlı heç mətndə ümumiyyətlə məlumat yox idi. B variantında cümlənin birinci hissəsi düzgündür. B variantında became a famous model. Cümlənin axırındakı without any challenges hissəsi yanlışdır. Yəni heç bir çətinliyi olmadan məşhur bir model oldu, amma bu yanlış cavabdır. Əlbəttə ki, mətndə də qeyd olunur, çətinlikləri var idi. C variantında Halimə Aden showed powerful motivation and hope during her career. Bu düzgün cavabdır ki, güclü motivasiya göstərdi və öz karyerasına bir ümid göstərdi. Bu 73-cü sualda məhz C variantı bizim düzgün cavabımızdır. D variantında Halimə Aden prefers not to wear traditional clothing during competition. Yəni yarışma ərzində ənənəvi paltarlarını geyinməyi bir növ tərcih eləmirdi. Amma əlbəttə ki, tərcih edirdi. Burada not hissəsi yanlışdır. Əgər not olmasaydı bu cümlə düzgün cavab olacaqdı. Və Y variantında da üzləşdiyi çətinliklərdən sonra modellik etməyə dayandırdı. Xeyr, yəni belə bir şey yoxdur və doğru cavabımız burada məhz C variantı olur 73-cü sualda. 74-cü sualda da dostlar doğru cavabımız məhz C variantıdır. Çünki Halimə Aden story demonstrates that deyir, onun hekayəsi göstərdi ki, success can be achieved by staying true to personal values. Yəni öz şəxsi dəyərlərinə sadiq qalaraq uğur əldə edilə bilər. Məhz doğru cavabımız budur. Digər variantlar negativ variantlardır və yanlış cavabdır 74-cü sualda digərləri. Və gəldik son qapalı sualımız olan 75-ci suala. 75-ci sualda doğru cavabımız burada A variantıdır. 1 və 2-ci variantlar. Bir də qeyd olunur ki, she became the first participant to wear them in a big beauty contest. Deyir ki, o gözəllik yarışmalarında hicab geyinən ilk iştirakçı oldu. Bəli, bu düzgün cavabdır. Və 2-də də bunları geyinmək ona dünya üzrə diqqət cəlb eləməyə kömək elədi. Bəli, bu da düzgün cavabdır. Amma məsələn 3-cü cümlədə onun uduzmağına səbəb oldu. Daha doğrusu valideynlərinin dəstəyini itirməyinə səbəb oldu. Yox, bu yanlışdır. Və 4-də də it forced her to stop working as a fashion model, yəni model olaraq işləməyini dayandırmağa məcbur elədi. Yox, bu da yanlış cavabdır və doğru cavab burada məhz A variantındakı 1-2 cavablar oldu. Keçirik açıq suallarımıza. 76-cı sualda bir definition sualı görürük və diqqət edirsinizsə burada paragraf 2 verilib, yəni ikinci abzasdan bizim cavabımız olmalıdır və mətnin biz sadəcə bu hissədə ikinci abzasına toxunacağıq. Digər hissələrlə bizim işimiz olmayacaq və qeyd olunan nümunədə a person, yəni biz bir şəxsə uyğun bir söz axtarırıq. Who takes part in something, nədəsə iştirak edən insan. Və burada doğru cavabımız dostlar 76-cı sualda məhz gördüyünüz bu participant sözü olacaq, iştirakçı deməkdir. Take partdakı part bəlkə də burada bizim bir ipucumuz kimi iştirak eləyib, tapa bilərdiniz bundan. Və 76-cı sualın doğru cavabı məhz olacaq participant sözü. 77-ci sualı da mən sizə belə göstərmək istəyirəm ki, yuxarıda mətni görəsiniz. Çünki bu da məhz paragraf 2, yəni ikinci abzasdan verilən bir belə deyək sözdür. Bu dəfə close meaning, yəni yaxın mənalı söz axtarırıq və dırnaq içərisində verilən nümunə to fascinate sözüdür. Diqqət edirsiniz, to ilə verildiyinə görə bu feil nümunəsidir və biz sadəcə ikinci abzasdakı feillərə fokuslanmalıyıq. Və 77-ci sualın cavabı isə dostlar burada
gördüyünüz bu captivate sözüdür. Captivate sözü və fascinate sözü hər ikisi heyran etmək mənasında, cəlb eləmək mənasında bir növ istifadə olunan bir sözdür. 78-ci sualda Halima Adens success inspires you to. Dostlar, bu cümlənin mətnində görürsünüz davamını. Artıq yuxarı hissəyə çəkə bilmirəm mətni görmək üçün tam olaraq. Siz özünüz kitabçanızda buna rahat şəkildə baxa bilərsiniz. Və cümlənin davamı belədir ki, dream big, work hard and never give up their beliefs. Mətndə verilən davam hissəməsi belədir. Və mən burada sizə bir-bir dəyişiklikləri kifayət şəkildə deyirəm, özünüz üçün qeyd edə bilərsiniz. Amma bu sualla bağlı, əgər bu sual elə bir sualdır ki, özünüz bilirsiniz də sinonim çeşidliliyi genişdir, daha çox versiyalarda ola bilər. Hər kəs eyni fikirləri yazmır əlbəttə ki. Başqa versiyalarınız olsa, onu da rəylərdə yaza bilərsiniz və mən orada sizə düz və ya səhv olduğu ilə bağlı sizə cavab yazacağam. Dostlar, dream sözünün yerinə wish sözünü yaza bilərsiniz, desire sözünü yaza bilərsiniz, want yaza bilərsiniz, ən bəsit formasını deyim. Çünki burada dream big, yəni böyük şəkildə arzula, böyük bir şeylər istər. Yəni want, desire və wish sözləri dream sözünü burada əvəz eləyə bilər. Daha sonra work sözünün əvəzinə try yaza bilərsiniz. Və daha sonra hard sözünün əvəzinə a lot, much, strongly yaza bilərsiniz, amma zərf yazmanız lazımdır. Buna diqqət edin. Daha sonra belief sözünün əvəzinə face sözünü yaza bilərsiniz. Bu face sözünü qeyd edim sizin üçün bu hissədə. Deməli, baxın dostlar, face sözü budur. F-A-I-T-H şəklində. Bunu yaza bilərsiniz. Daha sonra burada trust sözünü yaza bilərsiniz, belief sözünün yerinə. Value sözünü yaza bilərsiniz. Burada belief inanc deməkdir, value da dəyərlərdir. Söhbət burada məsələ dəyərlərdən gedir, inamlardan, inanclardan gedir. Bunu da əlavə eləyə bilərsiniz. Və bu sözləri dəyişməklə siz məhz belə deyək, sinonim dəyişikliklərini etmiş sayılırsınız. Amma mənim sizə burada tövsiyəm, ümumiyyətlə imtahanlarda da tövsiyəm, mən sizə 4 sözün dəyişikliyini dedim. Dream, work, belief və hard sözlərinin. Siz həmişə kitabçanızda çalışın 3-4 versiyanı özünüz üçün yazın, amma cavab kartınıza mütləq şəkildə ən əmin olduğunuz 2 dənə versiyanı əlavə edin. Daha sonra dostlar, keçirik 79-cu suala. 79-cu sual sizin şəxsi bir növ fikirləriniz olan 3 cümlədən ibarət bir cavabdır. Mən sizdən yəni bu fikirlərinizi rəydə yazmağınızı istəyəcəm. Çünki bu elə bir sualdır ki, və sual ümumiyyətlə tərcüməsi deyir ki, insanlar problemlərlə üzləşdikdə onların öhdəsindən gəlmək üçün nə etməlidir? Yəni cavablarınızı yazın rəy bölməsinə, mən sizə onun düzgün və ya yanlış olduğunu orada qeyd eləyəcəm. Gəlirik 80-ci suala, mətn bitdi, növbəti hissə listening suallarıdır. Listening suallarında bizim ilk sualımız 80-ci sualın cavabı Y variantıdır. A variantı səhvdir, çünki Emil Berliner telefonu ixtira eləməyib, telefonu Alexander Bell ixtira eləmişdi. B variantında isə tam tərsinə mikrofonu da Bell ixtira eləməyib, məhz Berliner ixtira eləmişdi. C variantında schools hissəsi məhz yanlışdır, çünki məktəblərlə yəni bugün əlaqələndirmək biraz yanlış olub bu hissədə və D variantında da music concerts hissəsi yanlışdır, çünki əsasən o ilk başlarda telefonlar üçün ixtira edilmişdi. Və doğru cavab Y variantıdır, məhz bu cümlədə mətndə olduğu kimi keçir. 81-ci sualda doğru cavab C variantıdır. Burada 80-i işarəliyim sizin üçün. 80-də Y variantı oldu. 81-ci sualda isə dostlar C variantı olacaq. Emil Berliner's invention. Söhbət burada mikrofondan gedirdi və bu da məhz Emil Berlinerin ixtirası idi ki, doğru cavab burada məhz C variantı olur. 82-ci sualda isə bizim doğru cavabımız D variantıdır. Bu mətndə verilən bir cümlə idi ki, əvvəlcə Alexander Graham Bell telefonu ixtira eləyir, lakin səs zəif idi. Səs zəif olduğu üçün sonradan Emil Berliner mikrofon ixtira eləyir və o ilk olaraq telefonlardakı səslərin yüksəlməsi və aydın eşidilməsi üçün istifadə olunurdu və burada da cavabımız məhz D variantı olur 82-ci sualda. 83-cü sualda dostlar, situations sözü verib dırnağın içərisində və bu sözə uyğun bizim verəcək nümunəmiz
various sözüdür. Deməli, sözümüz bax bu şəkildə yazılır. Various müxtəlif deməkdir. Və doğru cavabımız 83-cü sualda məhz various variantı olur. Gəlirik 84-cü suala. 84-cü sualda bir sual verilir. What was wrong with the telephone that Alexander Graham Bell invented in 1876? Yəni 1876-cı ildə Bell telefonu ixtira edəndə problem nə idi? Dostlar, problem bu idi ki, cümlə bu şəkildədir. The sound was weak. Burada weak W inandı. And unclear. Yəni səs zəif və aydın olmayan şəkildə idi. Verilən sualın doğru cavabı məhz bu formada olacaq. Və gəldik çatdıq sonuncu 85-ci suala. 85-ci sual complete sentence sualıdır. Yəni bizə verilən cümlənin mətndəki davamını biz yazmalı idik. Buradakı doğru cavabımızı da qeyd edirəm sizin üçün. Cümlənin doğru forması olacaq bu şəkildə. Were already using microphones on stages around the world. Around the world. Yəni 1920-ci ilə qədər artıq müğənnilər, aktyorlar və ictimai çıxış edənlər artıq səhnələrdə, bütün dünyada səhnələrdə mikrofonu istifadə edirdilər. Dostlar, bu da sizin üçün sualların cavabı. Burada sizin fərqli fikirləriniz ola bilər 78-ci sualda və 79-cu sualda. Bu suallarla bağlı hər hansısa bir fikriniz olsa, sualınız olsa rəy bölməsində yazıb soruşa bilərsiniz. Ümumiyyətlə, əlavə də hər hansısa bir sualın izahı ilə bağlı kömək ehtiyacı olsa rəy bölməsində bildirə bilərsiniz. Hər birinizə uğurlar.